Bir dəli şeytan deyir ki, elə bunların ikisini də götürüb aparasan bu zonuya bağa, bəs salam. Evli insana ha çox insan sevir. Burada nə var ki, sevənlər çoxdur. Evli insan sevmir. Vallahi sevirlər də Zağır. İndi realda Doğru deyil. Hə? Doğru deyil. Doğru deyil, amma Allah Teala hər insana bir alın yazısı yazır. Onu Allah istəməsə qarşılaşdırmaz. İnsanlar düşünürlər ki, boşanma ay pisdir, xaosdur, inkişaf deməkdir. Mən buradan üzümü tuturam Mədəniyyət Nazirinə. Arada vaxtınız olanda bu efirlərə nəzarət edin. Sanki ölkədə nə qədər özünə hörmət eləməyən insan var, hamısını efirə çıxardılar. Ədəbli, ərkanlı, əxlaqlı insanlar oturublar bir kənarda. Bu ölkənin mənəviyyatını pozan, bu ölkənin milli mənəvi dəyərlərini pozan, bu ölkədə əxlaqsızlığı yayan, bu ölkədə əxlaqsızlıq edən nə qədər şəxsiyyətsiz insanlar varsa, hamısını bir-bir efirlərə çağırırlar. Və bu, ölkəmizi silahsız məhv etmək deməkdir. Düşmən silahla üstümüzdə hücum çəkirdi, biz onlara qarşı müqavimət göstərə bilirdik. Amma bunları ki efirlərə çıxardırsınız, bunlar ölkəmizi silahsız məhv edirlər. Və çox təəssüflər olsun ki, bunlara qarşı mübarizə aparmaq da çox çətindir. Xahiş edirəm, gələcəyimiz üçün, balalarımızın gələcəyi üçün bu cür insanları efirlərə çıxartmayın.